Salam əziz riyaziyyat sevərlər. Bu gün sizlərə olimpiada həndəsəsinə aid bir suala baxaq. Olimpiada tipli bir sualdır, daha doğrusu. Necə edəcəyik? Baxın, əvvəlcə şərtə baxaq. Şərtdə nə deyir bizə? Şərtdə deyir ki, ABC bir üçbucaqdır. Xaricinə bir omega çevrəsi çəkilib. D nöqtəsi hansı nöqtədir? A-dan BC-yə çəkilmiş bir düz xəttin omega çevrəsi ilə kəsişmə nöqtəsidir. Yəni nə demək istəyir? Demək istəyir ki, AD perpendikulyardır BC-yə. Və kəsişmə nöqtəsini, deməli, AD kəsişmə nöqtəsini bir H ilə işarə edək. Bura bir H nöqtəsi olsun. Daha sonra nə deyir? Deyir ki, Y nöqtəsi BAC bucağının təmbölənidir. Bunu bilirik. Təmbölən olduğunu bildik. Daha sonra nə deyir? Deyir ki, Y nöqtəsi AD-yə görə simmetrik alınmışdır və F ilə işarə olunub. Deməli belə. Bizdən nə istəyir? AF və AB arasında qalan bucağın, yəni bu bucağın DC ilə FD arasında qalan bucağa bərabər olmasının isbatını istəyir. Necə edəcəyik? Baxın, D ilə Y-ni birləşdirsən. Əgər F nöqtəsi Y-nin AD-yə görə simmetrik olan nöqtəsidirsə, onda yaza bilərəm ki, bucaq AFD bərabərdir bucaq nəyə? AYD-yə. Həmçinin deyə bilərəm ki, nə deyə bilərəm? Deyə bilərəm ki, ADYC nədir bizdə? Vətərlər dörd-bucaqlısı, onda bucaq AYD də bərabərdir nə? Bucaq ACD-yə. Bu hardan gəldi? AD YC vətərlər dörd-bucaqlısıdır. Bunu bildik. Qeyd edirsək, deməli, daha sonra nə edirik? Baxın, əgər biz isbatı başqa cür yanaşsaq, yəni isbata AB-ni uzadıram və FC ilə kəsişməsini bir S ilə işarə edirəm. Həmçinin FD-ni də uzadıram və AC ilə kəsişməsini bir K ilə işarə edirəm. Əgər mən isbat etsəm ki, bucaq ASK daha doğrusu ASK bərabərdir bucaq AKS-dirsə, onda isbat tamamlanar. Yəni xarici bucağa görə avtomatik bizdən istənilən bucaqlar bərabər olacaq. Bunu isbat etməliyik. Necə isbat edəcəyik? Bizdə təmbölən verilib. Təmböləni istifadə etməliyik. Baxın. Bizdə bucaq nədir? Deməli, bucaq DAY bərabərdir bucaq nəyə? FAD-yə. Onda əgər biz yazsaq ki, deməli, nə yaza bilərik?
Yaza bilərik ki, biz bucaq BCA nəyə bərabərdir? Bucaq BCA bərabərdir nəyə? Bizdə 90 çıxılsın. 90 çıxılsın nəyə? HAC-yə. HAC-ni necə deyəcəyik? Baxın, belə deyirik. Bizdə Y nöqtəsi tənbələndir. Bu nədir? Bucaq A-nın tənbələnində. Bu nədir? FAY-nin tənbələnində. Düzdür. Aha. FAY-nin tənbələnində. Deməli, yazırıq 90 çıxılsın. FAY böl 2 plus nə? BAC böl 2. Buna bərabərdir də bizdə. Aha. Onda BCD nəyə bərabərdir? BCD. Bucaq BCD. Ona bərabərdir. Deməli, əgər çıxsaq, deməli, BAC-nin bu bərabərdir bucaq nəyə? BAH-a. BAH-a. O da bərabərdir bucaq BAC böl 2 çıxılsın. Bucaq FAY böl 2. Buna bərabərdir də. Aha. Deməli, belə, bunu yazdıq. Daha sonra enirik. Onda ACD nəyə bərabərdir? ACD-ni tapa bilərik də rahatlıqla. ACD. Bucaq ACD. Bucaq ACD bərabərdir nəyə? Deməli, bucaq ACD bunları toplayırıq da. Toplasaq olur nə? 90 BAC-lər gedir. FA elər qalır. Deməli, 90 minus bucaq FAY-lər. Aha. Bunu tapdıq. Onda nə deyə bilərik? FAY. Deməli, FAY ümumi bucaqdır bizdə. Aha. Həm də bu ACD nədir bizdə? ACD həm də AFK deyil. Simmetrikdir də. AYD. Deməli, o da bərabərdir bucaq AFK-ya. Bunu tapdıq. Onda bu deməkdir ki, elə bucaq AFK üstəgəl bucaq FAY bərabər 90 dərəcə. Onda üçbucaq nəyə baxsaq? Əgər biz deməli nə etsək? AY kəsişir FK bir N desək, bu nöqtəni bir N ilə işarət etsək, onda üçbucaq ANF nə olur? Düzbucaqlı olur da. İki bucağının cəmi 90 dərəcədir. Onda üçüncü bucaq da 90 dərəcə. Burada 90 dərəcə düşür. Aha. Deməli,
Məsələni əslində həll etmiş oluruq. Biz nə tapdıq? Tapdıq ki, AN perpendikulyardır SK-ya. Həm də AY tənbölən deyilmi? Yəni AY tənböləni BC-nin BAC-nin tənbölənidir. Həm də BAC bucağı əslində elə CAK bucağı ilə eynidir. Onda bunun da tənböləndir. Aha, deməli nə çıxır? Fikir versə, yəni. Bax, SAK. Üçbucağına baxsaq, A-dan bir tənbölən çəkilib. Yəni gəl burada Y nöqtəsinə düşür də. Bura alfa alfadır. Və bu N nöqtəsində SK nöqtəsinə perpendikulyardır. Tənbölən həm də perpendikulyardırsa, onda bərabər yanlıdır. Bərabər yanlıdırsa nə deyə bilərik? Deyə bilərik ki, bucaq ASK bərabərdir bucaq AKS. Onda buradan da çıxır ki, nə çıxır? Bucaq FAB bərabərdir bucaq SDK. Yəni FAB bucağı nədir? AF ilə AB arasındakı bucaq. SDK isə CD və FD arasındakı bucaq deməkdir. Və beləliklə bizə verilən məsələni həll etmiş olduq. Yəni isbat etdik ki, bu bucaqlar bərabərdir.